1918-ci ilin mayın 28-i xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının milli qürur duyduğu əlamətdar bir gündür. Əsrlərlə azadlıq arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində Çar Rusiyasının bir əsrlik müstəmləkə əsarətinə son qoyaraq bu istəyinə qovuşdu. Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Şərqdə və müsəlman aləmində ilk azad, demokratik və dünyəvi respublikanın yarandığını dünyaya bəyan etdi. Bu, tarixi sənət çoxəsrlik dövlətçilik ənənələrimizi davam etdirməklə yanaşı, xalqımızın müstəqillik əzmini və öz müqəddəratını təyin etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, 28 may Azərbaycan tarixinin ən önəmli günlərindən biridir. Ötən əsrin əvvəllərində 1918-ci ildə, mayın 28-də Şərqdə ilk demokratik hüquqi dövlət quruldu və babalarımız bu dövləti qurmaqla bütün dünyaya Azərbaycanı tanıtmış oldular. Təəssüflər olsun ki, çox az yaşadı, cəmi 23 ay yaşadı, amma 23 ay ərzində çox böyük işlər görüldü. İlk növbədə parlament təşkil olundu, çox partiyalı sistem əsasında qurulan demokratik bir parlament, eləcə də hökumət quruldu və ardınca Azərbaycan ordusu qurulmuş oldu və bu çox ağır bir dönəmdə həyata keçirilən proses idi. O zaman Bakı şəhəri işğal altındaydı və Bakını işğaldan azad etmək, hökuməti Azərbaycan dövlətinin bütövlükdə əsas strukturlarını Bakıya gətirmək özü də böyük fədakarlıq tələb eləyirdi ki, sentyabrın 15-də bu da reallaşdı. Amma çox təəssüflər olsun ki, o zaman da ermənilər bu dövlətin daha da möhkəmlənməsinə mane olan tərəf kimi çıxış edirdilər. İstər Zəngəzurda, istər Qarabağda bu proseslər davam edirdi və nəhayət etibarilə Bolşevik Rusiyası da növbəti dəfə Azərbaycanı işğal etdi. 1920-ci ildə, aprelin 28-də və 70 il ərzində biz işğal altında qaldıq demək olar ki, amma 91-ci ildə Milli Azadlıq Hərəkatı vüsət almaqla Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdi və 28 mayın əhəmiyyəti növbəti dəfə gündəmə gəlmiş oldu. Biz bugünü qeyd edirik, bununla bağlı Azərbaycan Prezidentinin müvafiq sərəncamı da var və 28 may günü bizim tarixi nailiyyətlərimizdən biri olmaqla yanaşı, eyni zamanda gələcək nəsillərə də ötürülməlidir və bugünün önəmi Azərbaycan dövlətinin müstəqil dövlət olaraq, demokratik dövlət olaraq dünya tərəfindən tanınması olduqca əhəmiyyətli, vacib məsələdir ki, gənclərimiz də, bizdən sonra gələn nəsillər də bugünü önəmini dərk etməklə yanaşı, onu qeyd etməlidirlər və Azərbaycanın güclənməsi, Azərbaycanın dövlətçilik ənənələrinin formalaşması, Azərbaycan Konstitusiyasının 1995-ci ildə qəbul edilməklə hüquqi dövlət formalaşması da təbii ki, Azərbaycan rəhbərliyi ilə şəxslərin ən böyük xidməti və uğurudur. Bu nailiyyətlər davam eləyir və biz bir çox problemləri aradan qaldırmışıq, torpaqlarımızı işğaldan azad eləmişik və bugün bu bayramları biz bir neçə qat sevinclə qarşılayırıq və qeyd edirik. Çünki Azərbaycan regionun əsas aparıcı dövlətidir. Həm siyasi, həm iqtisadi, həm hərbi cəhətdən lider dövlətdir və lider dövlət olmaqla da biz bu regiona sülh və sabitliyi gətirən bir ölkə kimi dünya miqyasında gündəmə gəlmişik və bundan sonraki dönəmlərdə də hesab edirəm ki, çox qürurla 28 mayı və digər bayramlarımızı qeyd edəcəyik.